Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Hörmətli qardaşlar və bacılar, indi biz Allahın izni ilə namazın necə qılındığını təfsilatı ilə göstərəcəyik. Namaz sözsüz ki, ən böyük ibadətlərdən biridir. Uca Allah subhanahu və teala Quranda bir çox yerdə bizə namaz qılmağı əmr edir və deyir: "Vaqimus salah", yəni namaz qılın. Və Allahın Rəsulu sallallahu aleyhi və səlləm həmçinin bizə təfsilatı ilə İslamın ikinci sütunu olan bu böyük ibadəti necə icra etməli olduğumuzu izah etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz sahabələrinə namazın necə qılınmalı olduğunu göstərmiş və demişdir ki: "Sallu kəmə rəaytumuni usalli." Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın. Buna görə biz də qərara gəldik ki, namazın necə qılınmalı olduğunu əyani göstərək. Kişi ilə qadın namazı arasında fərq varmı? Ümumiyyətlə Allah Subhanahu va Taala'nın bəndələri üçün vacib buyurduğu bütün ibadətlər həm kişilər, həm də qadınlar tərəfindən eyni şəkildə yerinə yetirilir. Şəriətin Quran və Peyğəmbərin sallallahu aleyhi ve sellem sünnəsi ilə bizə xəbər verdiyi hallar istisnadır. Beləliklə namazla bağlı ümumi qayda budur. Əgər namaza nəzər salsaq, görərik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onu qılarkən namazı mənim kimi qılın buyurmuşdur. O qadınların namazı fərqli şəkildə qılmaqlarını, məsələn, əllərini fərqli şəkildə tutmalarını və s. qeyd etməmişdir. Buna görə də cəmaat namazında imam olaraq önə çıxmamaq, ön sıralarda yan-yana namaz qılmaq, kişilərə imamlıq etməmək və s. kimi kiçik fərqləri nəzərə almasaq, bütövlükdə qadınlar namazı kişilərlə eyni qaydada icra edir. O ki, qaldı bəzi alimlərin dedikləri məsələlərə. Məsələn, qadın səcdə edərkən daha çox sıxılmalıdır və ya əllərini başqa cür qoymalıdır və s. Güya bu onun üçün həyadır. Bu iddialara heç bir dəlil yoxdur. Bəzi alimlər bunu desələr belə, biz anlamalıyıq ki, biz İslamı, Quranı, sünnəni Peyğəmbərdən sallallahu aleyhi ve sellem götürürük. Deməli, əgər dəlil yoxdursa, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bu haqda danışmayıbsa, biz bu alimlərə hörmətlə yanaşırıq, lakin onların rəyini kənara qoyur, dəlillərə əməl edən alimlərin fikrinə əməl edirik. Namazdan əvvəl edilən əməllər. Birincisi, namaz qılmadan öncə dəstəmaz almaq lazımdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: "Əsbiğil vudu", namaza başlamazdan əvvəl dəstəmaz al. Tam şəkildə dəstəmaz alın, yəni dəstəmaz vaxtı yuyulmalı olan bütün yerləri yuyun. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: "Thumma istaqbilil qiblə", dəstəmaz aldıqdan sonra qiblə tərəfə, Kəbə tərəfə dönərək ayaq üstə dur. Əgər Kəbə sənin yanındadırsa, üzünü Kəbəyə tərəf çevir. Əgər sən başqa yerdəsənsə, Məkkə tərəfə yönəlirsən. Bu əlbəttə ki, namazın şərtidir. Yəni namazın şərti onun qibləyə tərəf qılmasıdır. Bundan sonra sən qiblə tərəfə durduqdan sonra həmçinin özün üçün maneə seçmək vacibdir. Hansı ki, sütrə adlanır. Bu maneə kimi və ya digər hər hansı maneə kimi və bunun üçün xüsusən hər hansı əşyanı özünlə məscidə gətirməyə ehtiyac yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm məsciddə namazı məscidin divarı tərəfə qılardı. Həmçinin sütun tərəfə qılmaq olar. Amma ən əsası odur ki, maneə səninlə qiblə arasında olsun. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: "İzə sallə ahadukum fəlyusalli ilə sutra." Sizdən biri namaz qılarsa sütrə tərəfə çevrilərək namazı qılsın. Yəni qarşınızda sütrə olsun. "Vəliyədnu minhə." Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyərdi: "Qoy o sütrəyə yaxınlaşsın." Nə lazımdır etmək, qardaşlar? Birincisi, sütrə seçmək. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem özü bu hədisdə vurğulayır. İkincisi, lazımdır ki, sütrə ilə sənin aranda kifayət qədər yaxın məsafə olsun. Bəzi hədislərdə rivayət edildiyi kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səcdə etdikdə, yəni səcdə halında olduqda başını yerə qoyardı və onun başı ilə sütrə arasında kiçik məsafə qalardı. O qədər kiçik idi ki, bu dar aradan yalnız quzu keçə bilərdi. Buna görə sütrəyə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm dediyi kimi yaxınlaşmaq lazımdır.
Həmçinin sütrənin ölçüsünü göstərmək vacibdir. Sütrə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm izah etdiyi kimi dəvənin yəhərinin arxa hissəsinə oxşar ölçüdə olmalıdır. Alimlərin izah etdiyi kimi dəvənin yəhərinin arxa hissəsi təxminən bir dirsək ölçüsündədir. Ondan biraz böyük, biraz kiçik olarsa inşallah eyb etməz. Sən özün üçün sütrə kimi nə isə seçsən, bu hətta yerə sancılmış bir nizə və ya çubuq ola bilər. Mütləq deyil ki, enli bir əşya olsun. Bu Peyğəmbərimizin sallallahu aleyhi və səlləm istifadə etdiyi sütrə olacaq. Aleyhissalatu vesselam da bəzən yerə nizə sancar və nizənin qarşısında namaz qılardı. Bundan sonra sütrəni seçib qiblə tərəfə durduqdan sonra namazda düzgün durmaq vacibdir. Bax, burada tez-tez xətalara yol verilir. Əlbəttə ki, elə durmaq lazımdır ki, ayaqlar çiyinlər səviyyəsində olsun. Namaz, qardaşlar, böyük ibadətdir. Namazı elə qılmaq lazımdır ki, sənə rahat olsun. Yəni, özün üçün çətinliklər yaratmadan qılmaq lazımdır. Bəzi insanlar, məsələn, namazda ayaqlarını belə qoyur. Onları çox aralayır. Bu barədə Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih hədis varid olmamışdır. Və ya əksinə, bəziləri ayaqlarını çox yaxın qoyur. Belə də rahat deyil. Allah subhanahu wa ta'ala istəyir ki, bizə namazda rahat olsun. Buna görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədislərdə rivayət olunduğu kimi onun ayaqları çiyinləri səviyyəsində idi. Yəni, insan üçün rahat olan şəkildə durardı. Həmçinin, qardaşlar, ayaqlar qiblə tərəfə baxmalıdır. Bəziləri namazı, məsələn, belə qılır. Ayaqlarını çox geniş aralayır. Və ya əksinə namazı belə qılır. Bunların hamısı sünnəyə ziddir. Düz, rahat durmaq lazımdır ki, ayaqlar çiyinlərin səviyyəsində olsun və ayaqlar qiblə tərəfə olsun. Həmçinin, qardaşlar, əlbəttə ki, namazdan qabaq təkbir gətirmədən əvvəl insanda namaz qılmaq niyyəti olmalıdır. Bu da həmçinin mütləqdir. Bu namazın rüknudur. Lakin namaz üçün niyyət etmək nə deməkdir? Niyyət, qardaşlar, qəlbimizdə olan bir şeydir. Əgər biz məscidə gəlmişiksə, dəstəmaz almışıqsa, məsələn, zöhr namazını qılmaq üçün, bu deməkdir ki, biz artıq niyyət etmişik. Yəni, niyyəti ayrıca ucadan deməyə ehtiyac yoxdur. Sən namaz qılacağın yerə yaxınlaşıb, əllərini qaldırıb təkbir edib, namaza daxil olmaq istəyirsinsə, sənin bu və ya digər namazı qılmaq niyyətin artıq var. Buna görə niyyəti ucadan demək. Mən namaz qılıram, 4 rükət, zöhr və ya məğrib, sesli və ya sessiz namazda, imamın arxasında, Məkkə, qiblə tərəfə demək Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq gəlməyib. Nə Peyğəmbərimiz aleyhissalatu vesselam, nə sahabələr, nə tabinlər, nə 4 məzhəb imamdan biri, onlardan heç biri namazı belə qılmağı öyrətməyib və özü də belə namaz qılmayıb. Buna görə qəlbində niyyət etmək kifayətdir ki, namaz səhih olsun, niyyətin qəbul edilsin. Namaza başladıqda edilən əməllər. Daha sonra biz namaza başlayırıq, deyirik Allahu Akbar. Allahu Akbar bu təkbiratul ihram adlanır. Yəni təkbir Allahu Akbardır. Bu təkbir adlanır. Təkbiratul ihram, yəni namaza başladığın təkbirdir. Bu təkbir, qardaşlar, rükundur. Yəni bu namaz əsnasında mütləq əməldir. Əgər insan təkbiratul ihram gətirmədən dərhal, məsələn, Fatihəni oxumağa başlayarsa, həmin namaz səhih deyil. Çünki o heç ibadətə daxil olmamışdır. Peyğəmbərimiz demişdir: "Təhrimuha təkbir və təhliluha təslim." Yəni insan namazı başlayır və deyir Allahu Akbar. Yəni əgər sən Allahu Akbar deməyibsənsə, deməli namaza da başlamamısan. Buna görə sənin namazın səhih sayılmır. Allahu Akbar necə deyirik? Biz deyirik Allahu Akbar. Burada da həmçinin səhvlər var bəzi müsəlmanlarda. Məsələn üçün uzadaraq Allahu Akbar deyirlər. Bu düzgün deyil. Yəni uzadıldıqda əslində Allahu Akbar suala çevrilir. Allah hər şeydən ucadırmı? Xeyr, uzatmaq lazım deyil. Allahu Akbar. Sadəcə deyirik Allahu Akbar. Həmçinin bəziləri Əkbər sözünü uzadır. Allahu Akbar. Xeyr, bu da səhvdir. Sadəcə deyirsən Allahu Akbar. Namazı başlayanda bu dediyimiz kimi namazın səhih olması üçün mütləq əməldir. Bundan sonra və təkbir vaxtı əlləri qaldırmaq sünnədir. Əllərin qaldırılması. Bu artıq sünnədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahu Akbar dedikdə əllərini qaldırardı. Bəs əllər necə qaldırılmalıdır? Burada da qardaşlarımız bilmədən bəzi xətalara yol verir.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qardaşlar əllərini belə qaldırardı. Yəni ovucuları qiblə tərəfə baxardı, barmaqları isə açıq idi. Belə məsəl üçün etməzdi və belə də etməzdi və ya belə etməzdi. Qiblə tərəfə qaldırardı. Əllərini açardı və onun ovucuları çiyinləri səviyyəsində idi. Necə ki, hədisdə deyilir, çiyinlərə paralel idi. Belə deyərdi. Allahu Akbar. Belə. Bəzən, necə ki, hədislərdə varid olmuşdur, bu da caizdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qulaqlarına qədər qaldırardı. Allahu Akbar. Bu da caizdir. Bu zaman hərəkətlərin icra edilməsi və sözlərin deyilməsi eyni anda paralel olmalıdır. Yəni, belə deyirik. Allahu Akbar. Allahu Akbar. Bu halda, qardaşlar, səhv nədədir? Səhv bu halda əlləri çox yuxarı qaldırmaqdır. Allahu Akbar. Bəziləri belə edir. Və ya əlləri çiyinlərdən aşağı salmaq. Bəzi qardaşlar belə edir. Allahu Akbar. Bunların hamısı xətadır. Həmçinin bəziləri əlləri qulaqların arxasına qoyur. Belə edir. Allahu Akbar. Bunların heç biri Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq varid olmamışdır. Təkbir gətirib Allahu Akbar dedikdən sonra isə sünnə sağ əli sol əlin üstünə qoymaqdır. Sağ əlin sol əlin üstünə qoyulması. Burada qeyd etmək lazımdır ki, Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm sağ əlin sol əlin üzərinə bir neçə şəkildə qoyulması səhih olaraq bildirilir. Səhih olaraq varid olmuşdur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sağ əlin sol əlin üstünə qoyulması barədə bildirmişdir. Peyğəmbərlərə namazda sağ əli sol əlin üzərinə qoymaq əmr olunmuşdur. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm namazda sağ əlini sol əlin üstünə necə qoyardı? Burada bir neçə variant var. Birincisi, əllər sinəyə qoyulur. Sinə isə təxmini göbəyə qədərdir. Yəni, buradan göbəyədək. Yəni, burada əgər insan bura qoyarsa, ya da əgər insan bura qoyarsa, biraz yuxarı və ya biraz aşağı, bunlar inşallah hamısı sünnədir. Bunda heç bir problem yoxdur. Həmçinin sağ əlin sol əlin üstünə qoyulmasının 3 şəkli var. Birincisi, adi qoyuluş. Yəni, sağ bileyin sol bileyin üstünə qoyulmasıdır. Bax, belə şəkildə. Diqqət edin ki, biz sağ əli sol əlin üzərinə qoyuruq. Namaz belə qılınır bu şəkildə. İkincisi, qoyuluş və ya ikinci variant əlini bazu önünə qoymaqdır. Diqqət edin, burada mən belə qoyurdum, birinci variant. İkinci variantda mən əlimi bazu önünə qoyuram. Hər iki halda biz əllərimizi qoyuruq. Sağ əl ya bura, yaxud da bura qoyulur. Üçüncü variant, hansı ki Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq bildirilir, bu bileyi tutmaqdır. Bazu önünə yaxın yerdən bu halda biz tam tuturuq. Yəni, təxminən belə tuturuq. Bütün bu 3 variant səhih olaraq Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm varid olmuşdur. Yaxşı, sağ əlimizi sol əlimizin üstünə qoyub namaza durduq. Bəs biz hara baxmalıyıq? Namaz qılarkən haraya baxmaq lazımdır? Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq gəlmişdir ki, biz səcdə vaxtı başımızı qoyacağımız yerə baxmalıyıq. Yəni, mən namazda məhz bura baxıram. Bu sünnədir. Necə ki, Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm varid olmuşdur ki, o aleyhissalatu və səlləm Məkkədə, Kəbədə namaz qılarkən namaz vaxtı gözünü çəkmədən həmin yerə baxardı. Buna görə sağa, sola baxmaq düzgün deyil. Bəzi namaz qılanlar belə edir. Baxırlar orada nə baş verib, burada nə baş verib. Bu, yalnız zərurət halında mümkündür və icazəlidir. Əgər məsələn, sən eşitsən ki, nəsə baş verib, baxa bilərsən. Lakin namazda başını çevrilməkdən çəkin. Belə etmək və ya başqa cür sağa, sola baxmaq, bu artıq namaz deyil. Bu, namaz deyil. Buna görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, sən namazda sağa, sola baxdıqda şeytan sənin savabından oğurlayır. Əgər sən namazda tez-tez sağa-sola baxırsansa və yaxud sağa-sola elə baxırsan ki, bədənini çevirirsən, belini qiblə tərəfə çevirirsən, bu artıq namazı pozur və ümumiyyətlə batil edir. Namaz belə batil olur. Həmçinin namazda, qiyamda, durduqda yol verilən xatalardan, qardaşlar, insanın yuxarı baxmasıdır. Bax belə. Peyğəmbərimiz aleyhissalatu vesselam namazda yuxarıya baxmağı qadağan etmişdir. Gözlərini belə yuxarı qaldırmaq, bu qadağandır. Həmçinin başqa bir səhv, qardaşlar,
əlləri namazda yana salmaqdır. Buna da Peyğəmbərimizdən qadağa gəlmişdir. Namazda əlləri belə, bu şəkildə qoymaq. Həmçinin xətalardan biri əlləri ürəyin üstünə qoymaqdır. Bunların hamısı Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq varid olmamışdır. Əlləri ürəyin üstünə qoymaq, bu tərəfə belə etmək və s. bunların hamısı Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsinə ziddir. Səcdə etdiyimiz yer tərəfə baxmaq lazımdır. Sağ əl sol əlin üzərinə bu şəkildə qoyulmalıdır. Namazın əvvəlində edilən dua, istiftah duası. Daha sonra durduqdan, təkbir gətirdikdən sonra biz istiftah duasını, yəni namazın başlanğıcında edilən duanı oxuyuruq. Namazın başlanğıcında edilən bu dua yalnız namaza qılmağa başladıqdan sonra bir dəfə oxunur. Bu duanın müxtəlif səhih variantları var. Hamısı Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq gəlmişdir. Onlardan hər hansı birini oxusanız kifayət edəcək. Məsələn, Subhanakallahumma bihamdik, Təbarakəsmuk və Teala Cedduk və la ilahə qayruk və yaxud Allahu Ekber kebira velhamdülillahi kəthira və subhanallahi bukrata və asila. Bu duanın müxtəlif növləri var. Siz onlardan birini oxuya bilərsiniz. Bunların hamısı sünnədir və bu yalnız bir dəfə biz namaza başladıqdan dərhal sonra oxunur. Bundan sonra biz istiazəni oxuyuruq. Yəni deyirik Əuzu billahi səmil alim mineşşeytanirracim və ya Əuzu billahi mineşşeytanirracim. Bu duada həmçinin yalnız bir dəfə oxunur. Bu duanı namazın başlanğıcında bir dəfə oxuyuruq və Fatihəni oxumağa başlayarıq. Namazda Əl-Fatihə surəsini oxunması. Fatihə bütün rükətlərdə oxunur, qardaşlar. Və Fatihə vacibdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. La salate limən ləm yəqra bi Fatihətil kitab. Kim namaz qıldıqda Fatihəni oxumazsa, onun namazı səhih deyil. Buna görə Fatihə namazda hər bir rükət üçün fərz əməldir. Hər bir rükətdə Fatihəni oxumaq lazımdır. Fatihəni oxuyarkən sünnədir ki, hər bir ayə ayrıca oxunsun. Hər bir ayəni ayrıca oxuyaraq sonra dayanmaq. Yəni məsələn belə. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Arrahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين Amin, amin. Amin demək də, qardaşlar, həmçinin sünnədir. Amin sözünün mənası, yəni ey Rəbbim, mənim duamı qəbul et. Niyə? Çünki Fatihənin sonunda biz dua edirik. Biz Allah Subhanahu və Teala'ya dua edərək belə deyirik. İhdina sıratıl müstəqim. Bizi doğru yola yönəlt. Neymət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Buna görə biz sonda amin deyirik. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm amin ucadan deyərdi. Onun arxasında namaz qılan sahabələr cəmaat namazında həmçinin ucadan amin deyərdi. Buna görə amin demək və onu ucadan demək də sünnədir. Həmçinin Fatihə oxunduqda Bismillahirrahmanirrahim oxunur. Bismillahirrahmanirrahim, qardaşlar, Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm ələcə də Əbu Bəkrdən, Ömərdən varid olmuşdur ki, onlar onu pıçıltı ilə oxuyardı. Yəni Fatihəni oxumağa başlayardılar seslə Elhamdülillahi Rabbil Alemin. Ondan qabaq isə Bismillahirrahmanirrahim pıçıltı ilə oxuyardılar. Bu sünnədir. Bu sahabələrdən rivayət edilmişdir. Lakin əgər kimsə Bismillahirrahmanirrahim ucadan oxuyarsa, bunda problem yoxdur. Çünki bu bəzi sahabələrdən, bəzi salih sələflərdən varid olmuşdur ki, onlar bunu edirdilər. Buna görə bu məsələdə ixtilafa düşmək lazım deyil. Əgər kimsə bəzən Bismillahirrahmanirrahim və ya həmişə Bismillahirrahmanirrahim ucadan oxuyursa, burada inşallah problem yoxdur. Lakin Bismillahirrahmanirrahim oxunması mütləqdir. İstərsən onu ucadan, istərsə sən onu pıçıltı ilə oxusan. Lakin dediyimiz kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və onun sahabələri Bismillahini, yəni Bismillahirrahmanirrahim çox vaxt pıçıltı ilə oxuyardı. Fatihə surəsindən sonra nə oxunur? Biz Fatihəni oxuduqdan sonra sünnədir ki, yəni bu vacib deyil, vacib Fatihə idi. Lakin Fatihədən sonra da hər hansı surə və ya hər hansı ayə və ya hər hansı ayələri oxumaq sünnədir, müstəhəbdir. Yəni Quranda olan hər şeyi oxuya bilərsən. Məsələn, bir surə oxuya bilərsən. Bismillahirrahmanirrahim ürəyində deyib sonra Qul huvallahu ahad, Allahu samad,
lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. İxlas surəsini oxuyursan. Məsələn, İxlas surəsini oxudun və ya məsələn, Ayətül Kursini bir ayəni oxudun, fərq etməz. Bunlar hamısı sünnədir, müstəhəbdir. Fatihədən sonra oxumaq, bir surə oxumaq arzu olunandır. İkinci surəni və yaxud hər hansı ayələri oxumağı bitirdikdən sonra dərhal rükuya getməyib, biraz yubanmaq sünnədir. Hədisdə gəldiyi kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm azca, belə deyək, bir neçə saniyə dayanardı. Bundan sonra o, aleyhissalatu və səlləm təkbir gətirər və rüku edərdi. Yəni bu şəkildə. Məsələn, mən oxuyuram. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lem yelid və lem yulad və lem yekul lehu kufuven ahad. Biraz gözləyirəm, sonra belə edirəm. Allahu Ekber. Dikkat edin ki, bu namazın əvvəlində olan təkbir kimidir. Və eyni şəkildə biz əllərimizi qaldırırıq və ruku vəziyyətinə gedirik. Yəni Allahu Ekber deyib əyilirik. Ruku. Burada qardaşlar, biz neyi bilməliyik? Birincisi, ayaqları düzəltmək lazımdır və beli də düzəltmək lazımdır. Əlimizlə dizimizi tutmalıyıq. Necə ki, hədisdə gəlir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əlləri ilə dizlərini tutardı. Diqqət edin ki, dizləri tutmaq lazımdır. Bu sünnədir. Həmçinin bel maksimum həddə düz olmalıdır. Bəziləri belə edir, bəziləri necəsə belə yaxud da belə edir. Xeyr, yəni maksimum düz. Başı da düz tutmaq lazımdır. Bəziləri rükunu belə edir. Bu səhvdir. Və yaxud belə, bunların hamısı səhvdir. Həmçinin əllər Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm gəlmişdir ki, onun dirsəkləri rüku halında sağdan və soldan kənara çıxardı. Bax, belə şəkildə, diqqət edin. Aydındır ki, cəmaat namazında bu çox çətin ola bilər. Əgər yanında kimsə varsa. Buna görə bu halda əlləri özünə sıxmaq olar. Bax, belə şəkildə. Rükunu bu şəkildə etmək düzgün deyil. Əlbəttə, insan xəstə deyilsə, sağlamdırsa, o rükunu düzgün edə bilərsə, o belə etməməlidir. Bu şəkildə edərsə, deməli, o rüku etməmişdir. Qardaşlar, burada mütləq vurğulamaq lazımdır ki, rüku namazının mütləq rükunudur. Rükusuz insanın qıldığı rükət və ümumilikdə namaz səhih deyil. Buna görə bir daha göstərək, Allahu Ekber deyirik. Bu halda dayanırıq və deyirik. Subhan Rabbiyel Azim, Subhan Rabbiyel Azim, Subhan Rabbiyel Azim. Bu insanın rükuda deyə biləcəyi zikirlərdən biridir. Digər zikirlər də həmçinin var. Rükuda necə durmalıyıq qardaşlar? Rükunu bu şəkildə edirik. Subhan Rabbiyel Azim, Subhan Rabbiyel Azim, Subhan Rabbiyel Azim. Durarkən isə Səmi'allahu limen hamidə sözlərini deyirik. Baxın, Səmi'allahu limen hamidə və həmçinin əllərimizi eyni şəkildə qaldırırıq. Bundan sonra deyirik Rabbana və ləkəl hamd. Yəni durduqdan sonra eyni vəziyyətimizə qaydırıq. Əllərimizi yana salırıq və deyirik Rabbana və ləkəl hamd. Bu zaman əlləri yana salmaq Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq varid olmuşdur və əksər alimlərin rəyidir. Lakin bəzi alimlərdən rivayət olunur ki, onlar rükudan qalxdıqdan sonra sağ əli sol əlin üzərinə qoyurdular. Hər halda bu məsələyə görə müsəlmanlarla ixtilafa düşməyə ehtiyac yoxdur. Əgər kimsə sağ əlini sol əlin üstünə qoyarsa, bunda inşallah problem yoxdur. Bu ixtilaf üçün səbəb deyil və səbəb olmamalıdır. Həmçinin qardaşlar, namazda tələsməmək sünnədir. Bunu vurğulamaq lazımdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir ki, namazda tələsmə. O, aleyhissalatu və səlləm, öz sahabəsinə namaz qılmağı öyrədərkən tələsmə deyirdi. Yəni, bütün bu əməlləri edərkən aramla et. Buna itminən deyilir. Məsələn, bəziləri necə edir? Subhan Rabbiyel Azim, bax belə, xeyr, tələsmə. Diqqət et.
Subhan Rabbiyal Azim 3 dəfə deyirsən. Onun üçündür ki, sən tələsməyəsən. İbadətini tam yerinə yetirəsən. Sən Allah Subhanahu və Teala'nı zikr edirsən. Ona görə belə etməlisən. Allahu Ekber, Subhan Rabbiyal Azim, Subhan Rabbiyal Azim, Subhan Rabbiyal Azim. Tələsmədən qalxırsan. Semi'allahu limen hamidə. Rabbana və lekəl hamd. Həmçinin Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq varid olmuş başqa dualar da demək olar. Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq bildirilmişdir ki, o çox dayanarmış. Bəzən olduqca uzun müddət dayanarmış. Yəni tələsməyə ehtiyac yoxdur. Dərhal səcdəyə getməyə ehtiyac yoxdur. Vacibi nədir? Mütləqdir ki, sənin bütün sümüklərin öz yerinə qayıtsın. Necə ki, bunu alimlər qeyd edir. Yəni, sən tam şəkildə düzələsən. Bəziləri çox böyük səhvə yol verir. Məsələn, bu şəkildə əyilərək Semiyallahu limen hamidə, Rabbana və lekəl hamd, Allahu Ekber. Bu yanlışdır. O hələ tam düzəlməyib. Düzəlmək lazımdır. Yəni, sən yerinə qayıdıb durmalısan. Semiyallahu limen hamidə, Rabbana və lekəl hamd. Düzəl, sonra səcdəyə get. Düzəlməmiş səcdəyə getmək çox böyük səhvdir. Bu, insanın namazını batil edə bilər. Necə ki, bunu bəzi alimlər vurğulamışdır. Subhan Rabbiyal Azim, Subhan Rabbiyal Azim, Subhan Rabbiyal Azim deyib rükudan durduqdan sonra Semiyallahu limen hamidə, Rabbana və lekəl hamd dedikdən sonra səcdəyə gedirik. Səcdə. Burada biz sadəcə Allahu Ekber deyirik. Əllərimizi qaldırmadan Allahu Ekber deyirik və səcdə vəziyyətinə keçirik. Səcdə vəziyyətinə necə keçirik? Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm rivayət olunur ki, o aleyhissalatu vesselam bəzən əvvəl dizlərini, daha sonra əllərini qoyardı. Bəzən əvvəl əllərini, daha sonra dizlərini qoyardı. Bu halında hansı daha yaxşıdır, daha üstündür? Alimlərimiz arasında bu məsələdə ixtilaf var. Buna görə də kimsə belə edərsə, yəni əvvəl əllərini, daha sonra dizlərini qoyarsa, İnşallah bunda heç bir problem yoxdur. Biz sadəcə göstərəcəyik, əvvəl dizləri qoyulursa necə qoyulur və əvvəl əllər qoyulursa necə qoyulur. Əgər birinci dizlər qoyulursa, bu şəkildə edirik. Allahu Ekber və dizləri, daha sonra isə əlləri qoyuruq, səcdəyə gedirik. Əgər birinci əllər qoyulursa, onda belə şəkildə edilir. Allahu Ekber. Diqqət edin. Birinci əllər gedir, sonra dizlər, daha sonra səcdəyə gedirik. Həmçinin səcdədə mütləqdir ki, insan bədəninin 7 əzası yerə toxunsun. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. Mənə əmr olundu ki, səcdə edərkən bədənimin 7 əzası üzərində səcdə edim. Bu bədənin hansı 7 əzasıdır? Baxaq. Mən deyirəm Allahu Ekber və gedirəm səcdəyə. Bu iki ovucdur, bu alındır, burun ilə birlikdə. Bu da mühüm məsələdir. Bəziləri səcdəni belə edir, burnu qoymur. Xeyr, burun alın ilə birlikdədir. Yəni, burun da yerə toxunur. Əllər, hər iki əl, hər iki diz və həmçinin hər iki ayaq. Bu vəziyyətdə ayaqları birləşdirmək lazımdır. Baxın, belə şəkildə. Və ayaq barmaqlarına dirənmək lazımdır və onları birləşdirmək lazımdır. Əllərimiz, barmaqlarımız qiblə tərəfə baxmalıdır. Bax, bu şəkildə. Diqqət edin, qiblə tərəfə. Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm rivayət olunur ki, arxadan ona kimsə baxdıqda, bəzən hətta qoltuqların altını görə bilərdi. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qollarını açardı. Buna görə qollar bu şəkildə açılır. Bu birinci variantdır. İkinci variant, əlləri üzə yaxın qoymaqdır. Yəni, biraz aralamaq, biraz yaxınlaşdırmaq da olar. Səcdə halında biz deyirik. Subhan Rabbiyal A'la, Subhan Rabbiyal A'la, Subhan Rabbiyal A'la. Həmçinin qeyd etmək vacibdir ki, səcdə halında olduqda Allah Subhanahu və Teala'ya dua etmək müstəhəbdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir ki, səcdə insanın Rəbbinə ən yaxın olduğu vəziyyətdir. Buna görə səcdədə Allaha dua etmək, ondan istəmək arzu olunan əməldir. Həmçinin səcdədə edilən səhvlərdən biri budur. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səcdədə bazu önünü yerə qoymağı qadağan etmişdir. Yəni, səcdəni bu şəkildə etməyi və yaxud dirsəklənməyi. Bəzi müsəlmanlar baxın belə edir. Dirsəklərini ayaqlarına dirəyir ki, onlara asan olsun. Baxın belə. Xeyr, imkanın varsa əllərini qiblə tərəfə uzat. Səcdəni bu şəkildə elə. Subhan Rabbiyal A'la, Subhan Rabbiyal A'la, Subhan Rabbiyal A'la.
Qeyd etmək lazımdır ki, səcdədə oxunan dua və zikirlərin sayı çoxdur. Subhan rabbiyal a'la bu həmin zikirlərdən yalnız biridir. Deməli, biz səcdəyə gedirik. Bir daha göstərirəm. Deyirik Allahu Ekber. Əyilib Subhan rabbiyal a'la, Subhan rabbiyal a'la, Subhan rabbiyal a'la. Bundan sonra qalxıb və iki səcdə arası vəziyyətdə otururam. İki səcdə arasında oturma. İki səcdə arasındakı vəziyyət. Belə şəkildə diqqət edin. Mənim sağ ayağım barmaqları ilə yerə dirənir. Özüm isə sol ayağımın üstünə otururam. Bu zaman səcdədə başımı qoyacağım nöqtəyə baxmağa davam edirəm. Əllərim ya burada, budumun üstündədir, ya da dizlərimin üstündədir. Hər iki vəziyyət icazəlidir. Bax, belə vəziyyətdə otururam və deyirəm Rabbiğfirli, Rabbiğfirli. 2 dəfə. 2 dəfə bu vəziyyətdə deyirik Rabbiğfirli, Rabbiğfirli. Həmçinin qardaşlar, səcdə halında da tələsməmək vacibdir. Burada da həmçinin bütün rukunlarda, namazın bütün vacib əməllərində dediyimiz kimi tələsmək lazım deyil. Çünki bəzi qardaşlar belə edir. Məsələn, səcdə o heç qayıdıb oturmamış, artıq yenə səcdəyə gedir. Bu səhvdir. Bu o deməkdir ki, o səcdəni tam yerinə yetirmədi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əvvəldə dediyimiz kimi səcdədən, rükudan qalxanda tam qamətini düzəldərdi. Bütün sümükləri, bütün oynaqları yerinə oturardı. Yəni belə edirik. Allahu Ekber, Subhan rabbiyal a'la, Subhan rabbiyal a'la, Subhan rabbiyal a'la, Allahu Ekber. Biraz gözləyirəm. Rabbiğfirli, Rabbiğfirli. Sonra yenə də səcdə edirəm. Allahu Ekber, Subhan rabbiyal a'la, Subhan rabbiyal a'la, Subhan rabbiyal a'la. Bundan sonra biz bunu artıq etdikdən sonra əgər bu birinci rükətdirsə, ikinci rükətə təkbir deyib qalxırıq. Yəni bu zaman nə vacibdir? Vacibdir ki, əvvəl bu şəkildə səcdədən qalxaq, daha sonra artıq ayağa qalxaq. Deyirik Allahu Ekber və ikinci rükətə qalxırıq. Beləliklə biz birinci rükəti yerinə yetirdik. İkinci rükət. İkinci rükət birinci rükətlə eyni qaydada yerinə yetirilir. Bir fərqlə ki, biz ikinci rükətdə istiftah duasını oxumuruq, namazdan əvvəlki duaları oxumuruq və həmçinin istiazəni, yəni Euzubillahis-Semi'l-Alim-Mineşşeytanirracim də oxumuruq. Çünki biz artıq namazın əvvəlində bunları oxumuşduq. Qalan hər şeyi birinci rükətdəki kimi edirik. İkinci rükətdə bir dəfə ruku etdikdən sonra səcdəyə gedirik. 2 dəfə səcdə etdik, belə. Sonra təşəhhüdə otururuq. Birinci təşəhhüd. Təşəhhüdə otururuq. Burada artıq dediyimiz kimi əllərimiz ya budumuzun üstündə, ya da dizlərimizin üzərində olmalıdır. Sünnətdir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm göstərdiyi kimi şəhadət barmağımız qiblə tərəfə baxsın. Şəhadət barmağımız qiblə tərəfə baxmalıdır. Baxın, bu şəkildə. Bu zaman əllərimizi tam yumruq kimi tutmaq olar. Və yaxud da hədisdə gəldiyi kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm barmaqlarını həlqə şəklində salardı. Yəni əllərini yumruq kimi tutub, bu iki barmağı ilə isə halqa düzəldərdi və şəhadət barmağını qiblə tərəfə yönəldərdi. Bəzi qardaşlar belə ya da belə edir. Bunlar hamısı sünnəyə ziddir. Barmaq qiblə tərəfə baxır, namaz qılan isə bu vəziyyətdədir və təşəhhüd vəziyyətində artıq barmağına baxır və ət-təhiyyatı oxuyur. Ət-təhiyyatu lillahi və-s-salavatu və-t-tayyibat. Əssəlamu aleykə eyyuhən nəbi və rəhmətullahi və bərəkatuhu. Əssəlamu aleynə və alə ibadillahi-s-salihin. Əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədu ənə Muhammədən abdu və rasuluh. Bəli, bəzi hədislərdə rivayət olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm barmağını tərpədərdi. Lakin bəzilərində deyilir ki, o aleyhissalatu vesselam barmağını tərpətmirdi. Buna görə əgər kimsə tərpətsə, bunda heç bir problem yoxdur. İnşallah. Əsas odur ki, insan barmağını tərpədikdə bunu çox sürətlə və şiddətlə etməsin. Bəzi qardaşlar belə edir. Bu xətadır. Və yaxud daha tez-tez edib sonra saxlayırlar.
barmağı az tərpətmək lazımdır. Bu demək olar ki, bilinməməlidir. Bəzi alimlər izah etmişdir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm barmağını elə yavaşça tərpədirmiş ki, aralı dayananlar onun barmağını tərpətdiyini heç görmürdülər. Buna görə təhiyyət bu şəkildə yerinə yetirilir. Biz oxuyuruq Ət-təhiyyatü lillahi və salavatü və tayyibat. Oxumağı bitirdik, şəhadəti gətirdik. Bundan sonra 3-cü rükətə dururuq. 3-cü və 4-cü rükət. 3-cü rükətə necə qalxır? İki variant var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirib ki, ya təkbir edirik və oturduğumuz yerdə əllərimizi qaldırırıq, Allahu Akbar qalxırıq. Bu birinci variantdır. İkinci variant qalxırıq, diqqət edin. Qalxırıq, sonra təkbir edirik və əllərimizi qaldırırıq. Hər iki halda da əllər qalxır. Allahu Akbar. Bu, Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm varid olan sünnədir. İbn Ömərdən rivayət edildiyi kimi, Peyğəmbərimiz aleyhissalatu vesselam namazda bu 4 yerdə həmişə təkbir vaxtı əllərini qaldırardı. O, sallallahu aleyhi və səlləm bunu namaza başladıqda, rüküyə getdikdə, rükudan qalxdıqda, Səmiallahu limen hamidə dedikdə və 4-cü yer 1-ci təşəhhüddən qalxdıqda. Beləliklə, biz artıq 2 rükəti yerinə yetirdik. 3-cü rükət, 2-ci rükət kimi yerinə yetirilir. 2-ci rükətdə olduğu kimi, 3-cü rükətdə də Fatihədən sonra hər hansı sura oxumaya bilərsiniz. Amma Fatihəni özü oxunulmalıdır. 3-cü rükəti yerinə yetirdikdən sonra əgər məğrib namazını qılırıqsa, yəni 3 rükətdən ibarətdirsə, onda burada artıq son təşəhhüd olacaq. Elhamdülillah. Sonuncu təşəhhüd. Əgər biz 4 rükətli namaz qılırıqsa, onda yenə ayağa qalxırıq. Göstərdiyimiz kimi 4-cü rükəti qılırıq və bundan sonra 4-cü rükətdə 2 səcdədən sonra təşəhhüdü oxuyuruq. Və şəhadəti gətirdikdən Əşhədü ən la ilahə illallah vahdehu la şərikə ləh və əşhədü ənə Muhammedən abduhu və rasuluh dedikdən sonra Peyğəmbərimizə salavat gətiririk. Allahumma salli alə Muhammedin və alə ali Muhammed kəmə salləytə alə İbrahim və alə ali İbrahim innəkə hamidun məcid. Allahumma barik alə Muhammedin və alə ali Muhammed kəmə barakta alə İbrahim və alə ali İbrahim innəkə hamidun məcid. Sonra deyirik. Allahumma inni a'udhu bika min azabil qabr və min azabi cəhənnəm və min fitnətil məhyə vəl məmət və min şərri fitnətil məsihid dəccal. Bu duanı oxuduq. Namazın başa çatdırılması, təslim. Bundan sonra salam veririk, namazı bitiririk. Hansı şəkildə? Deyirik. Əssəlamu aleykum və rəhmətullah. Əssəlamu aleykum və rəhmətullah. Rivayət olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başını ələ çevirərdi ki, arxada duran sahabələr onun yanaqlarını görərdi. Əssəlamu aleykum və rəhmətullah. Əssəlamu aleykum və rəhmətullah. Bəzi də belə hərəkətlər edir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Bu, Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih olaraq gəlməmişdir. Təbii şəkildə təslim edirsən. Əssəlamu aleykum və rəhmətullah. Əssəlamu aleykum və rəhmətullah. Və bu şəkildə namazı bitirirsən. Beləliklə, qardaşlar, biz qısaca olsa da təfsilatı ilə namazın Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsinə uyğun olaraq necə qılındığını izah etməyə çalışdıq. Allah Subhane və Teala'dan bizdən bütün ibadətlərimizi qəbul etməsini və Allaha Peyğəmbərimizin sallallahu aleyhi və səlləm öyrətdiyi kimi ibadət etməyi nəsib etməsini istəyirik. Allah daha yaxşı bilir. Və sallallahu aleyhi və Muhammed və alə alihi və səhbihi və səlləm.